Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizləri tanış etmək istəyirəm. MİQ imtahanına bilirsiniz ki, müəllimlərin işə qəbulu imtahanına az qalıb. O səbəbdən də 3 fəndən ibarət olan bir sınaq tərtib etmişik. Həmin sınağın Azərbaycan dili üzrə izahını sizlərlə bölüşmək istəyirəm. Vaxt itirməyək, başlayaq izaha. Cümlələrdən biri quruluşuna görə digərlərindən fərqlidir. Yəni sadədirmi, mürəkkəbdirmi? Buna görə digərlərindən fərqlənir. Sa-sə varsa cümləmiz mürəkkəbdir. Ki varsa cümləmiz mürəkkəbdir. Çıxaran da müəllimdir, qiymətləndirən də müəllimdir. Bütün işləri eyni mübtəda icra edirsə cümləmiz sadədir, variant C variantı. Daxil oldu müəllim, salamladılar şagirdlər, mürəkkəbdir. Vuruldu zəng, qaçırlar şagirdlər, mürəkkəbdir. Cavabımız olacaq C variantı. Sual 2 ilə davam edək. Teatrın qarşısına toplaşmış insanlar məşhur aktyorun gəlməsini səbirsizliklə gözləyirdilər. Cümləmizin düzgün sintaktik təhlili necədir? Nə edirdi, gözləyirdilər? Kim insanlar, hansı insanlar teatrın qarşısına toplaşmış? Nəyi gözləyirdilər? Hələ ki bunu bu formada yazıram. Aktyorun gəlməsini. Nə tərzdə, nə vəziyyətdə səbirsizliklə hansı aktyorun gəlməsini məşhur. Təyin, mübtəda, təyin, tamamlıq, zərfliyi, xəbər. Variant D variantı. Bəziləri düşünər ki, məsələn deyirəm, aktyorun gəlməsini feilli birləşmədir. Orada tərkib var. Götürək təyini də tərkibə daxil edək. Xeyr, burada aktyorun gəlməsini 3-cü növ təyini söz birləşməsidir. 3-cü növ təyini söz birləşməsi də xüsusi bir tərkib deyil. Ona görə də, yəni feili birləşmə yoxdursa cümləndə, orada hansısa bir təsriflənməyən formanın tərkibi olmaz. Yəni aktyorun gəlməsini ismi birləşmədir deyə məşhur sözüm müstəqil olaraq təyin oldu. Sual 3-lə davam edək. Dialoqda buraxılmış durğu işarələrini müəyyən edək. Əlbəttə, bu il MİQ imtahanı daha maraqlı keçəcək, dedi. Şübhəsiz ki, müdavimlərin hamısı dərslərə tam hazırdır. Dialoqdursa dırnağa ehtiyac yoxdur, amma qarşıda tirəyə ehtiyac var. Görək nə var burada? Ardıcıllıq demirsə, o zaman ümumi sayıb yazmalıyıq. Ardıcıllıq desəydi, məsələn, deyərdim ki, tirə, vergül, vergül, tirə, vergül, tirə və s. Neçəsi var deyəndə hamısını ümumiləşdirib yazmalıyıq. Variant B variantı. Gəl sayaq. 1, 2, 3 tirə, 1, 2, 3, 4 vergül, ən sonda da nöqtə, variant B variantı. Sual 4-lə davam edək. Abadlaşmaq sözünün fonetik təhlilə bağlı yanlış fikri göstərək. İlk olaraq tələffüz edək. Abad, daş, max. 4 hecalı sözdə qalın saitlərin ahəngi gözlənilmişdir, doğrudur. Bir hecadan başqa bütün hecalar cingiltli samitlə başlayır. Bilirik ki, hecaları yazılış əsasında götürməliyik. Abadlaşmaq. Deyir ki, bir hecadan başqa bütün hecalar cingiltli samitlə başlayır. Bəli, bunlar cingiltli samitlə başlayır. Bu isə ümumiyyətlə sadə, belə deyək, saitlə başlayır. Vurğusu son hecaya düşən sözdə abadlaşmaq. Qarşılığı olmayan 2 cingiltili var. Xeyr, qarşılığı olmayan 1 cingiltili var. Ona görə variant C variantı. Yazılış ilə tələffüz arasında 3 fərqli məqam var. 1, 2, 3 fərqli məqam var. Və kar və cingiltli samitlərin sayı eynidir. Gəl baxaq. 1, 2, 3 dənə kar, 3 dənə də cingiltili. Bəli, doğrudur. Söz açıq, qalın, dodaqlanmayan saitlə başlayır. Ğ cingiltli samitinin qarşılığı olan kar samitlə bitir. Doğrudur, variant C variantı. Canlandırırdıq yazıram. Heç ehtiyac yoxmuş, hər ehtimal yazaq. Canlandırırdıq. Amma bizə sən demə, tərkibinə görə təhlil yox da, daha doğrusu fonetik təhlil yox da, tərkibinə görə təhlil lazımdır. Ona görə bunun üstünə xətt çəkək, gəl yazaq. Can, canlanmaq, canlandırmaq, ir zaman, d hissəci, q isə ixtisar olunmuş şəxs onluğudur. Variant C variantı. Kök, leksik, qrammatik, qrammatik.
Sual 6. Hansı cərgədəki sözlər eyni köklüdür? Məsələn, A variantı olmaz. Çünki yaradıcı sözün kökü yaramaqdır, yarğan sözün kökü yarmaqdır. B olmaz. Məsələn, gülük sözün kökü feildir, güllük sözün kökü isimdir. C olmaz. Çünki sözün kökü sınamaqdır, burada isə sözün kökü sınmaqdır. D olmaz. Çünki ıntı feilə qoşulur. Yəni, burada sözün kökü feildir, amma burada sözün kökü sifətdir. Burada sözün kökü sifətdir. Cavab Y variantı. Gün feilə qoşulur. Ül feilə qoşulur, dür feilə qoşulur. Variantı oldu, Y variantı. Sual 7. Verilmiş cümlənin morfoloji təhlili ilə bağlı səhv olanı göstərək. Cavabımız B variantı, çünki bəzi qeyri-müəyyən əvəzlidir. Bəli, təkcə sözü cümlədə məhdudlaşdırıcı ədatdır. Cümlədə əvəzliyin iki müxtəlif məna növü var. Şəxs əvəzliyi var, qeyri-müəyyən əvəzliyi var, qeyri-müəyyən əvəzliyi var, şəxs əvəzliyi var. Cümlədəki feillərdən biri düzəltmə, ikisi sadədir. Gəl baxaq. Danışdıqları sadə, inandırdı, düzəltmə, bilirdi, sadə. Bəli, iki sadə, bir düzəltmə. Yaxşı sözü cümlədə sadə tərz hərəkətdir. Bəli, yaxşı bilirdi, bəli. Tərz hərəkət zərfidir. Variant 7-də olacaq. B variantı. Növbəti sualla davam edək. Aşağıdakı cümlədə həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərin sayı. Şagird müəllimin tapşırığını dəftərinə yazdıqdan sonra kitabını çantasına qoydu. Variantımız olacaq 8-də. Deməli, C variantı. Sual 9-dan davam edək. O əvəzliyi hansı cümlədə həm işarə, həm də şəxs mənası yaradır? Variantımız olacaq D variantı. O gecə bizə zəng etdi. O gecə bizə zəng etdi. Variant D variantı. O müəllim sinifə gec gəldi. İşarə funksiyasında. O çox danışmağı sevmir. Şəxs funksiyasında. O kitab masanın üstündədir. İşarə. O şəhərdə heç kim qalmayıb. İşarə funksiyasındadır. Aşağıdakı cümlədə köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən etməliyik. Murad ilə kitabxanaya getdik. Qoşma. Amma bağlayıcı, müəllim də bağlayıcı orada idi. Çünki bağlayıcı üçün qoşma. Variant A variantı. 11. Əməli yazılarla bağlı verilən fikirlərdən neçəsi doğrudur? Ərizə yalnız dövlət müəssisələrinin rəsmi qaydada yazılır fikri səhvdir. Aktda yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur. Doğrudur. Bildirişdə məlumat qısa, aydın və konkret olur. Doğrudur. Xasiyyətnamə bir şəxsin kimliyini təsdiq etmək üçündür. Yanlışdır. O tərcüməyə hala aiddir. İzahatda hadisənin baş vermə səbəbi və şəraiti ətraflı formada açıqlanır. Bəli, doğrudur. Ətraflı açıqlamasına izah vermiş olmursan. Elanda məlumatın kim tərəfindən verilməsi göstərilməlidir. Əlbəttə ki, kim tərəfindən verilən elandır. O bilinməlidir. Doğrular istəyir. 2, 3, 5, 6 variantımız olacaq. 11-də C variantı. Sual 12. Aşağıdakı cümlədə hansı dil normaları pozulmuşdur? İclasda iştirak edənlərin yox, edənlərin burada bir fonetik norma pozulub. Hər biri bilirdilər yox, hər biri bilirdi olmalıdır. Yəni burada həm qrammatik, həm də fonetik norma pozulub. Cavabımız olacaq C variantı. Sual 13. Mətnə əsasən nöqtələrin yerinə hansı fikirlər yazılsa problem qismən həll olunmuş sayılar. Meşələr ekosistemin ən mühüm hissələrindən biri olub, torpağın münbitliyinin qorunmasında və iqlim tarazlığının saxlanmasında əhəmiyyətli rol oynayır. Bu amillərdən biri hesab edilən meşələrin qırılması bir çox ekoloji proseslərə mənfi təsir göstərir. Meşələrin qırılması torpaq eroziyasını sürətləndirir və bioloji müxtəliflik azalır. Belə ərazilərdə görək, sualımız nədir? Yerinə hansı fikir yazılsa problem düzələr. Əla. Baxın, meşələrin qırılması torpaq eroziyasını sürətləndirir və bioloji müxtəliflik azalır. Belə ərazilərdə yeni ağac əkmə proqramları həyata keçirilməlidir. Bəli, bax, meşələri bayaq qırırdılar. İndi isə deyirik ki, yeni ağac əksinlər. Daha sonra bugün müasir agrotexniki üsullar torpaq eroziyasının qarşısını ala bilər. Doğrudur. Belə ərazilərdə bugün müasir agrotexniki üsullar torpaq eroziyasının qarşısını ala bilər. Qismən problemi həll etdik. Sürətli böyüyən bitki növlərinin əkilməsi məhsuldarlığı azalda bilər, xeyr, artıra bilər.
Torpaqda münbitliyin mövcudluğu əhəmiyyət daşımır, əksinə daşıyır. Səhralaşma prosesini sürətləndirmə tədbirləri lazımdır. Xeyr, əksinə ağac əkmək lazımdır. Cavabımız A variantı. Mətnə əsasən cədvəldəki məlumatların uyğunluğunu müəyyənləşdirək. Bəli, doğrudur, bir də ehtimaldır yazılıb. Doğrudan doğrunu, ehtimaldan da ehtimalı tapmalıyıq. Okeanlarda yaşayan 8-ayaqlılar öz zəkası və uyğunlaşma qabiliyyəti ilə seçilən onurğasız heyvanlardır. Deməli, 8-ayaqlılar onurğasız heyvanlardır. 8-ayaqlılar üçün 8-ayaqlılar 3 ürəyi və mavi rəngli qanı var. Bu da onun soyuq və oksigeni az olan sularda yaşamasına kömək edir. Alimlərin apardığı araşdırmalara görə 8-ayaqlılar rəngini və dərisinin fakturasını saniyələr ərzində dəyişərək ətraf mühitə mükəmməl uyğunlaşa bilir. Bundan əlavə 9 beyni olduğu sübuta yetirilmişdir. Biri mərkəzi, digər 8 isə hər bir qoluna paylanmışdır. 8-ayaqlılar adətən tənha həyat tərzi yaşayır və çoxalmadan qısa müddət sonra həlak olurlar. Tədqiqatçılar hesab edir ki, onlar zəka səviyyəsinə görə fərqlidirlər, mürəkkəb tapmacaları belə həll etmək bacarığına malik ola bilənləri var. Cədvəldəki məlumatların uyğunluğu bizə lazımdır. 8-ayaqlılar rəngini və dərisinin fakturasını çox sürətli zaman ərzində dəyişə bilir. Bəli, baxın, burada var, gözləyin görək. Saniyələr ərzində dəyişir. Ona görə 2 doğrudur. Daha sonra 4 də ehtimaldır. 8-ayaqlıların qeyri-adi dərəcədə inkişaf etmiş zəkaya sahib olduqları ehtimal edilir. Bəli, ehtimala görə qeyri-adidir onların bacarıqları. Baxın, tədqiqatçılar çünki hesab edir, bu bir ehtimaldır. 2 və 4 cavabımızdır. Variant C variantı. Sual 15-dən davam edək. Aşağıdakı cümlələrdən rabitəli mətn qurmaq üçün düzgün ardıcılığı müəyyən edək. Ən məşhur sual tiplərindən də bu, düzgün ardıcılıq. Deməli, cavab A variantıdır. 2, 1, 5, 3, 4. Gəlin sübut edək. Tədqiqatçılar bildirir ki, bax, nəhayətlə başlama, bununla başlama. Məsələn, bununla başlama. Magmadan birinci məlumat verir ki, sonra magma haqqında ikinci cümləni qur. O səbəbdən birinci başlayır bu. Tədqiqatçılar bildirirlər ki, vulkanik püskürmə bir neçə əsas mərhələdən ibarətdir. Təzyiqin artması, magmanın hərəkəti və püskürmə. Yer qabığının altında toplanan magma təzyiqin artması nəticəsində səthə doğru hərəkət edir. Magma yer qabığındakı çatlardan keçərək tədricən səthə çıxır. Nəhayət, təzyiq kritik həddə çatdıqda vulkan püskürür və lava kül səthə yayılır. Bu proses minlərlə il ərzində təkrarlana bilir və yeni relyef formalarının yaranmasına səbəb olur. Düzgün variantı seçərək su ehtiyatlarının çirklənməsi insan sağlamlığına və ekosistemə ciddi təhlükə yaradır. Bu çirklənmə təkcə yerli deyil, geniş əraziləri əhatə edən qlobal bir problemə çevrilir. Su hövzələrinin çirklənməsinin sərhədi yoxdur. Bir çayın hər hansı bir nöqtəsində kimyəvi tullantıların axıdılması aşağı axarda yerləşən bütün ərazilərdə suyun zəhərlənməsinə səbəb olur. Çünki axar sular çirkləndirici maddələri uzaq məsafələrə daşıya bilir. Düzgün variantı, düzgün səbəb nəticəni tapmalıyıq. Kimyəvi tullantılar çaya axıdılır. Nəticədə aşağı axarın suyunun zəhərlənməsi baş verir. Baxın, kimyəvi tullantıların axıdılması aşağı axarda yerləşən bütün ərazilərdə suyun zəhərlənməsinə səbəb olur. Variantımız olacaq D variantı. Gələk 17-yə. Mətnin ideyasına uyğun nəticə hansı variantdadır? Yazının tarixi insanların fikir və məlumatları qeydə almaq üçün yaratdıqları bir sistemdir. İnsanlar əvvəllər məlumatları şifahi şəkildə nəsildən nəslə ötürürdülər. Mağara divarlarındakı ilkin rəsmlər və işarələr insanların fikirlərini ifadə etməyə çalışdıqları ilk vasitələr olmuşdu. Sonradan mixi yazı və hieroqlif kimi yazı sistemləri inkişaf etmişdir. Əlifbanın yaranması isə yazının daha sadə və əlçatan olmasına səbəb olmuşdur. Yazının inkişafı insanların bilikləri saxlamasına, ötürməsinə və elmi mədəni irsin qorunmasına kömək etmiş və bəşəriyyətin inkişafına təkan vermişdir. Bugün yazı sistemləri dünya əhalisinin həyatında əhəmiyyətli yer tutaraq insanların ünsiyyət qurmasına və biliklərini paylaşmasına yardım edir. Ən uyğun nəticə nədir?
Əlbəttə ki, ən uygunu yazının kəşfi insanın bilik və mədəniyyətinin qorunmasına və ötürülməsinə imkan yaratdı. Heroqlif yazısı digər yazı sistemlərindən daha sadə idi. İnsanlar bilikləri ötürmək üçün yalnız mixi yazıdan istifadə edir. Ümumiyyətlə, yalnız varsa əl çəkin mövzu o cümlədən. Yazı kəşf edildikdən sonra bütün dillər eyniləşdi. Xeyr, yazı sadəcə, elə yalnız sadəcə eyni məzmundur. Keçmiş sivilizasiyaların istifadə etdiyi bir sistem idi. Xeyr, bugünə qədər də yazı dövrümüzdə var. Cavabımız olacaq A variantı. Gələk 18-ə. Mətnə əsasən hansı fikir doğrudur? Qarışqaların çox mütəşəkkil həyat tərzi insanları həmişə heyran qoyub. İnsanlarda belə bir təsəvvür yaranır ki, qarışqalar yalnız instinktlə hərəkət edirlər. Əslində müəyyən edilmişdir ki, qarışqalar feromon adlanan kimyəvi maddələr vasitəsilə bir-birinə informasiya ötürürlər. Məsələn, qarışqanın buraxdığı feromon izindən onun hansı istiqamətdə qida tapdığını bilmək olar. Təhlükə hiss etdikdə fərqli bir feromon buraxır və digər qarışqalar xəbərdar olunur. Qida mənbəyi tükəndikdə isə həmin izin qoxusu tədricən itir. Ümumiyyətlə, qarışqalar çox nadir həşəratlardandır ki, minlərlə fərddən ibarət koloniyalarda tam əlaqələndirilmiş şəkildə fəaliyyət göstərirlər. Hansı fikir doğrudur? Qarışqalar feromon vasitəsilə bir-birlərinə məlumat ötürürlər, bəli, hətta istiqamətlərini belə dəyişə bilərlər. Qarışqaların əsas ünsiyyət vasitəsi səs siqnalıdır. Feromon izi qida tükəndikdən sonra güclənir. Qarışqalar təhlükə hiss etdikdə heç bir siqnal vermir. Qarışqa koloniyalar kiçik qruplardan ibarətdir. Variant B variantıdır. Minlərlə fərddən ibarətdir. Ona görə Y variantı da səhvdir. Fikirlərdən uyğunsuz olanı seçək. Nazca xətləri Peru səhrasında yerləşən 1000 illər əvvəl çəkilmiş nəhəng rəsmlər və həndəsi formalardır. Bu xətlər yalnız havadan tam şəkildə görünə bilir və onların necə yarandığını hələ də mübahisəlidir. Arxeoloqların apardığı tədqiqatlara görə xətlər eramızdan əvvəl 500-cü ildən eramızdan əvvəl 200-cü ilə qədər olan dövrdə Nazca mədəniyyəti tərəfindən yaradılmışdır. Rəsmlər arasında meymun, hörümçək, kolibri kimi heyvan təsvirləri və düz xətlər mövcuddur. Bəzi tədqiqatçılar bu xətlərin astronomik təqvim məqsədi daşıdığını irəli sürür. Digərləri isə onların dini ayinlərlə əlaqəli olduğunu göstərir. Hətta bəzi nəzəriyyələr xətlərin yad planetlərlə əlaqəli olduğunu iddia edir. Elm bu suala hələ tam cavab verə bilməsə də, Nazca xətləri dünyada maraq oyatmağa davam edir. Çox maraqlı, öyrədici, maarifləndirici bir mətindir. Uyğunsuz olanı istəyir. Nazca xətləri Peru səhrasında yerləşir. Xətlərin yaradıldığı dövr arxeoloji tədqiqatlarla müəyyən edilib. Bəzi tədqiqatçılar xətlərin astronomik təqvim məqsədi daşıdığını düşünür. Xətlər haqqında müxtəlif elmi və mistik nəzəriyyələr mövcuddur. Nazca xətlərinin necə yaradıldığı sualına tam cavab verib. Baxaq görək, tam cavab verə bilməsə belə, deməli elə uyğunsuzluq Y variantında başlayır. Üçlük X0 sadə məntiq oyunlardan biridir və 2 nəfər tərəfindən oynanılır. Oyun 3 xanadan ibarətdir. Bax, belə bir şeydir. 1 xana, 2 xana, 3 xana. Yəni, belə deyək də. 3, 9 xana. 3 vur 3 xanadan ibarət cədvəldə keçirilir. Oyunculardan biri X, digəri isə 0 olur. Yəqin ki, bu oyunu oynamışıq. Bir dəqiqə. Aha. Növbə ilə oyuncular boş xanalara öz işarələrini yerləşdirirlər. 3 eyni işarəni üfüqi, şaqili və ya diaqonal xətt üzrə ardıcıl yerləşdirən oyuncu qalib elan olur. Bu xanalar dolduqdan sonra qalib olmazsa oyun bərabərə başa çatır. Yanlış olanı istəyir. Variant D variantı. Qalib olmaq üçün 3 fərqli işarəni ardıcıl düzmək lazımdır. Xeyr, 3 eyni işarəni ardıcıl düzmək lazımdır. Variantımız oldu D variantı. Oyun 2 nəfər arasındadır. Cədvəl 9 xanadan ibarətdir. Oyuncular növbə ilə xanalara işarə qoyurlar. X0, X0. Bütün xanalar dolduqdan sonra qalib olmazsa oyun bərabərə bitir. Variantımız oldu D variantı. Əziz dəyərli müdavimlər, tam qəbul səviyyəli növbəti imtahanla sizlərə növbəti imtahan tipli sualları göstərdik ki, imtahana daha rahat, daha alnı açıq, uzaq formada getmiş olasınız. İzah yararlı oldusa bəyənib paylaşmağı unutmayın.